elə bir dərdlər var ki, elə problemlər var ki, onun həll yolu yoxdur. Dünən xəstəxanaya getmişdim. Həkim dünən məndən açıq söhbət elədi. Sənin nə müalicən var, nə əməliyyatın. Nə danışsan? Ola bilməz. Ömrünə də çox qalmayıb. Amma bəlkə də mənim çarəm elə bu həyatdan köçməkdir. İnsanları incitmərəm, narahat etmərəm. Qardaşım, olar səndən bir xahiş edeyim? Xahiş edirəm. Mənim ailəmi tək qoyma. Onları sənə əmanət edirəm.